Əli burnunda qalan uşaqlar. Əgər evladınız davamlı əlini burnuna aparırsa, biz ona allergik salam deyirik. Bu şəkildə davamlı əli ilə burnunu yuxarıya doğru çəkir, qaşıyırsa, burnundan da davamlı sulu axıntı gəlirsə, bu uşaqda allergiya probleminin olma ehtimalı çox yüksəkdir. Bundan başqa evladınız əgər davamlı burnunu qurtdalayırsa, eyni zamanda əlinə nə keçir burnuna salma kimi bir vərdişi varsa, bu zaman uşağın burnunda yad cisim qalma ehtimalının ola biləcəyini düşünməlisiniz. Bunun digər əsas əlamətlərindən biri də uşağın bir burun dəliyi ilə rahat nəfəs alıb, bir burun dəliyi ilə rahat nəfəs ala bilməməsi və bir neçə gün üstündən keçdikdən sonra burnundan üfunətli qoxunun gəlməsi və əlini də davamlı burnuna aparması uşağın burnunda yad cisim qalma ehtimalının çox olduğunun göstəricisi ola bilər. Bu durumda siz uşağı çöpçüyə deyil, qulaq burun boğaz həkiminə aparıb onun burnunda yad cisim qalıb qalmadığını dəqiqləşdirməlisiniz.